uşaqsan, sən üzün eynəklisən. Yəni sən indi harada da olmuşsan, çox prosedurlar eləmisənsə də üzündə düzgün etapla getmir. Birinci sənə ilk növbədə masiyyətə botoks lazımdır. Sənin üzünü incətməlidir. Sonra sənin çənəndə əyrilik var. Çənən belə gedir. İstəyirsən onu sənə şəkildə çəkim göstərir. Mən bunu görürüm. Çənəni düzəltməliyəm sənin ilk növbədə. Sonra yanağına dolğu olunubdur. O dolğu hələ var. Amma yəni əl vurmuram bu dolğuya. Niyə əl vurmuram? Əl vursam üzün çökəcək. O qalsın, öz etapı ilə getsin, ondan sonra mən ona müdaxilə eləyərəm. Dodağın xoşuma gəlmir. Əgər dodağında süni dolğun yoxdursa, təbii dolğun varsa, nə zamansa gələrsə, mən sənin dodağının bu hissəsini əritmək istəyirəm. O sənin üzünü asimetrik göstərir, əyri göstərir. Burada səndə fibrozlaşma əmələ gəlir. Yuxarımızda elə doktor, mən də yuxarıda. Mən yuxarıdan aşağıda amma öz dodağında. Amma bu hissəm var, burada fibrozlaşma. Onu götürməyəm. Sonra indiki standartlara uyğun bu face-up'lı şəkildən, videodan da istəsən, sənə alın dolğusu eləyə bilərəm, profil görünüşün horizontal düz görsəniz. Ən axırda da üzvə baxım. Bio da eləyə bilərsən, epilasyon da eləyə bilərsən, mezo da eləyə bilərsən. Ən yəni odur ki, mezokaktor istəyirəm sənə. Mən şəkilin yəni düşkünü qaldırırlar. Şəklə və gözümüzə baxıb, yoxdur, görə mənə evlə proseduralardan sonra, botoksdan sonra o deyil də, sifətim belə yekə görsənir, kobud şəkildə. Bir dənə massetırdan sən bütün o problemini həll edə bilər. O neçədir? 170 manat. Qalıcılığı 9 aydır. Yəni ilk nəticəni görəcəyik onu. Əlbəttə, amma yəni 15 gün. Bu dəqiqə anında yox. Anında botoks nəticəni göstərir. 15 günə nəticə görəcəksiniz. Mən sizə yazım. Sizə inanıb gəlmişəm, doktor. Yəni, yoruldum da, kosmetologlarım. Bu söz çox xoşuma gəlir. Gələn hamısı deyir ki, sizə inanıb gəlmişəm. Amma o inamı necə qazanmışam, onu mən bilmirəm. Hər adam qazanmır. Uşağı da hansımırım uşaqlar da. Aparmışam, demişəm, bax, doktor, əgər bu deyilsə, eləməyin də. O uşaqla gəlmişəm. Narahat olun, hər şey yaxşı olacaq. Yəni, onu mən nəticəni görürəm. Mən sənə deyirəm ki, mən sənə bir prosedurla istədiyin nəticəni verəcəm. Şəklini əvvəl sonrasında çəkib sənə göstərəcəm. Amma etap-etap, mərhələ-mərhələ o bir prosedur. Siz nə desiniz, yəni onu mən sizin nəticəni görürüm. Problem deyil.